Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala seyyidina Muhammedin ve alihi tahirin. Allahumme salli ala Muhammed ve la'netullahi ala a'daihi mecma'in minel an ila kıyam yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Bu gecədə bizim taleyimiz yazılır. Biz bu gecə Peyğəmbərimizin və Qur'anımızın buyurduqlarına görə Allahın dərgahına dualar etməliyik. Allahdan bağışlanmağımızı istəməliyik. Allaha sığınmalıyıq. وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ. Rəbbiniz deyir, məni çağırın, sizi qəbul edim, dualarınızı müstəcab edim. Bizim bir bağışlayan Rəbbimiz var. Bağışlamağa bəhanə axtaran bir Allahımız vardır. Leylətul qadr xeyrun min əlfi şəhr. Qədir gecəsi 1000 aydan daha üstün olan bir gecədir. Bilirsiniz də, bu 3 gecə arasında bugünkü gecə daha ehtimalı çox olan Qədir gecəsidir. Bu Cüheni hədisini eşidibsiz. Bir şey Peyğəmbərə dedi, mən bir gecə gəlib iştirak edə bilərəm. Hər 3 gecə məscidə gəlib Qədir gecəsində iştirak edə bilmərəm. Hansı gecəni məsləhət bilirsiniz? Cüheni adında bir şəxs idi. Peyğəmbər dedi, 23-cü gecə gəl. Bu gecədə Allaha dua etməliyik. Allaha çağırmalıyıq. Mən keçən dəfə bu ayəni oxudum. Ənkəbut surəsinin 65-ci ayəsini. Allah Teala buyurur, hətta bütpərəst bir şəxs, Allaha şərik qoşan bir bəndəm, Allaha sidqi qəlblə çağırarsa, ixlasla Allaha dua edərsə, Allah onun dualarını qəbul edir. Və əgər ayə olmasaydı, bunu demək çox çətin olardı. Çünki İnnəşşirkə lə zulmun azim. Ən böyük günah şirkdir, Allaha şərik qoşmaqdır. Allah buyurur, hətta Allaha şərik qoşan bir şəxs sidqi qəlblə Allahı çağırarsa, ixlasla Allaha dua edərsə, Allah ona cavab verər. Onun duasını müstəcab edər. فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعْوُ اللّٰهَ مُخْلِس۪ينَ لَهُ الدِّينَ. O zaman ki gəmiyə minirlər, Allahı ixlasla çağırırlar. Sidqi qəlblə çağırırlar. Onları biz duaların qəbul edirik, duaları müstəcab edirik. فَلَمَّ نَجَّهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ. İndi onları sahilə çıxardırıq, onların bəziləri müşrik olurlar. Yenə də o adətlərinə sadiq qalırlar. O, onların sonraki səhvidir. Amma bir müşrik bəndə, Allaha şərik qoşan bir insan da Allahı sidqi qəlblə çağırırsa, Allah onun duasını qəbul edir. Deməli, hər şey əlçatandır. Biz sidqi qəlblə Allaha çağırsaq, biz Allahın müsəlman bəndəsiyik, mömin bəndələriyik. İmam Əli əleyhissalama dedilər, bizimlə səma arasında nə qədər məsafə vardır? Dedi, məddul bəsəri və dəvətul məzlum. Dedi, bir göz qırpımı və məzlumun ahı qədər məsafə vardır. Əli əleyhissalam 2 cavab verir. Bir göz qırpımı. Əgər sən bu zahiri səmanı nəzərdə tutursansa, bir göz qırpımı qədər məsafə vardır. Yox, əgər sən Allahın dərgahını nəzərdə tutursansa, yəni sənin verdiyin bu sualın canı budursa, deyirsən bizimlə
Allah dərgahı arasında nə qədər məsafə vardır? Məsafə təkcə məzlumun ahı qədərdir. Məzlum bir ah çəkir, nə qədər zaman istəyir. O qədər bizimlə Allah arasında bir məsafə vardır. Biz həm də Allahın məzlum bəndələriyik, müsəlman bəndələriyik, mömin bəndələriyik, məzlum da bəndələriyik. Allahı sid qəlblə çağıraq. Salvat şükür Peyğəmbər və Ali Peyğəmbərə. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Duanın şərtləri vardır. Bir şərti ixlasdır. Burada da danışacağım. Və əsas şərtlərindən biridir. Amma ixlasın formalaşması üçün, insanın sidq qəlblə Allahını çağırması üçün insanın mərifətullaha, Allahı dərindən tanımağa ehtiyacı vardır. Qabağında əyilirlər. Niyə insanlar özlərini düzgün qiymətləndirə bilmirlər? Belə bir elmi məsələ var. Deyirlər, natamamlıq sindromu. Natamamlıq sindromu nədir? Məsələn, riyakar adam natamamdır. Təkəbbürlü adam natamamdır. Özünü natamam bildiriyi üçün o təkəbbürlü eləyir, özünü tərifləyir. Niyə tərifləyirsən özünü? Çünki özündə qüsur görürsən. Başa düşürsən ki, natamamsan. Başa düşürsən ki, səhvlərin var, qüsurların var, eyblərin var. Başlayırsan onu malalamağa. Başlayırsan onun üstünü örtməyə, özünü tərifləyirsən. Siz xatırlayarsınız, bir müddət var idi Azərbaycan televiziyasında, bu bir yağ var idi, adını daha çəkmirəm. Gecə gündüz o təbliğ olunurdu, reklam olunurdu. Test qoyulsa hamını cavab müsbət verərsiniz. Bütün televiziyalarda o yağ reklam olunurdu. Amma siz görürsünüz, heç kərə yağını reklam eləyərlər. Niyə kərə yağını reklam eləmirlər? Kərə yağı tamdır. Natamam deyil, qüsurlu deyil. Onun adı üstündədir. Hətta onun adına görə saxta yağlar da sata bilərlər. O qədər adı güclüdür. Niyə onu reklam eləyirlər, bunu reklam etmirlər? Çünki bilirlər o natamamdır. O insanlar ki, təbliğ edirlər, özlərini təbliğ edirlər, özlərini tərif edirlər, təkəbbürlü eləyirlər, onlar özləri də başa düşmürlər. Anlamırlar ki, dolayısı olaraq öz qüsurlarına etiraf eləyirlər. Əleyhissalam deyir, əgər insan özündə bir qüsur görməsə, təkəbbürlü etməz. Özündə bir səhv görməsə, bir natamamlıq görməsə, özünü tərifləməz. Fələ tuzakku anfusakum. Özünüzü tərifləməyin. Huve a'lam bimən ittaqa. Əgər sən təqvalısansa, ya daha təqvalısansa, Allah səni tanıyır. Ehtiyac yoxdur sən tərif eləyəsən. Bunlar hamısı insanın özünə olan o baxışından irəli gəlir. Bilir səhvdir, bilir qüsurludur. Belə qüsurlu insanlar digərlərini çox böyük görürlər. O insanlar ki, insana, onun gücünə, real olan gücündən daha böyük qiymət verirsə, görürsün, bəzi insanlar təsir altındadırlar. Baxar, cəmaat hansı səmtə gedir. O da düşər onların dalıca. Hətta xalqları bu günə salıblar, Başqasının təsiri altındadır. Başqa xalqların təsiri altındadırlar. Öz fikirləri yoxdur. Öz düşüncələri yoxdur. Özlərini qüsurlu bilirlər. Natamam bilirlər. Ona görə digərlərinin təqlid edirlər, yamsılayırlar.
Qərbdə biri saçını belə qırxarsa, onlar da başlayacaq elə qırxmaq. O indi güzgü qabağında qalıb, nə bilim, bəlkə də ağlı işləmir, ya da özünü yaxşı görür. Saçını elə qırxıb. Bu da saçını elə qırxacaq. Özünü ataman bilir, özünü ağıllı bilmir. Amma dolayısı olaraq, ona indi desən ki, sənin ağlın yoxdur, deyəcək dəlisən sən. Narahat olacaq. Əgər sən ağıllı adamsansa, sən niyə dünyanın o başında bir insanın elədiyini burada tutuquşu kimi təkrarlayırsan ki? Siz özünüz yüzlər misal göstərə bilərsiniz. Buna yüzlər misal çəkmək olar. İnsan əgər şuurlu olsa, özünü tanısa, indi gələcək ona da Allahı tanıyan özünü tanıyar. Özünü yaxşı tanıyan mən ərəfə nəfsəhu fəqəd ərəfə Rabbə. Allahını da tanıyar. Mərifətullah, Allahı tanımaq insanda mükəmməllik yaradır. O qüsurları aradan aparır. Allah nə deyir? Təkəbbürlü olma. Allah deyir, özünü tərifləmə. Allah deyir, yalan danışma. Allah deyir, bir sözlə, öz səhvlərini düzəlt. Real yanaş özüvə. Özüvə inan. Özünə inan. Qur'an, İslam insanda özünə inam hissini gücləndirir. İnsan gərək özünə inana, gücünə bələd ola. Allahın şah əsəridir. Allahın yeryüzündə xəlifəsidir. Səhvlərini aradan qaldıra, özünü islah eləyə, nəfsinin istəklərinə tabi olmaya. Onda insan təkmilləşər, mükəmməlləşər və o insanı təsir altında saxlamaq mümkün deyildir. Psixoloqlar deyirlər, bir dəvəni kiçiklikdən ayağını bağlayırlar bir stulbaya, bir sütuna. O da çəkir, kəndirə qıra bilmir, kiçikdir. Bir ay, 2 ay, hey bu ay müddətində, il müddətində bu ayağını çəkir ki, bu kəndiri qırsın, qıra bilmir. Dəvə, bu fil, 1 ildən sonra, 2 ildən sonra artıq belə bir təsəvvür onda yaranır ki, mən o ipi qıra bilmərəm, o kəndiri qıra bilmərəm. Böyüyür bu fil, bu dəvə. Daha kəndirə güc vurmur, çəkmir ayağını. Niyə? Çünki belə düşünür ki, mən də onu qıra bilmərəm. Hansı ki, biraz təkan versə, o kəndiri qıracaqdır. Çünki böyüyüb. O travma alıb. O zərbə alıb. O, kiçikən elə bir zərbə aldı ki, böyüyüb də artıq o problemi rahat həll edə bilər. Özünə inamı yoxdur. Özünü qüsurlu bilir. İnsanlar da belədir. Xalqlar da belədir. Görürsən, bugün müsəlmanların böyük əksəriyyəti qərbdən təqlid eləyirlər. Qərbə təqlid eləyirlər. Özünü təhqir olunmuş bilirlər. Siz də cəmiyyət arasındasınız. Siz sosial şəbəkələrdə görürsünüz. Qərbdə ən pis işləri bunlar şərqə gətirmək istəyirlər. O ən pis adət-ənənələri camiyyəmizdə hakim etmək istəyirlər və bunu müasirlik kimi, tərəqqi kimi də təqdim etmək istəyirlər. Deyirsən, axı, bu pisdir. Bütün bəşər buna nifrət eləyir. Deyirsən, müasirliklə müxalifsən. Sən müasir insan deyilsən. Əslində, bu adamın özünün şuurunda problem var. Bu insanların öz dərrakəsində qüsur vardır.
İnsan o zaman kamilləşər, o zaman özünü tanıyar ki, Rəbbini tanısın. Mərifətullah, Allahı tanımaq, insanın özünü özünə tanıtdırar. Mən ərəfə nəfsəhu, fəqət ərəfə Rəbbəh. Mən bu barədə danışıram. Özünü tanımaq nədir? Hələ mən Allah barəsində danışıram. Allahı tanımaq. Allahı tanımağın yolu vardır. Birinci öz nəfsimizi, özümüzü tanıyaq. Bu arada danışacağım. Allahı tanıyırıq ya yox? Bəli, bütün insanlar Allahla tanışdır. Amma dərəcəsi çox ibtidaidir. İbtidai bir dərəcədə biz, ibtidai həddə biz Allahı tanıyırıq. Bunu inkişaf elətdirməliyik. Peyğəmbərimiz buyurur, Mən ərəfəllaha və azzəməhu, mən əfəhu minəl kəlam və batnəhu minəl haram. Əlamət verir. Hər kəs deyir Allahı tanısa və Allahı təzim etsə, Allahı böyük bilsə, danışığına fikir verər. Yediyinə diqqət eləyər. Nə danışır? Müsəlmanıq biz, möminik biz. Əgər sən danışığa fikir vermirsənsə, sən hələ Allahı yaxşı tanımayıbsan. Azəməl xaliqu fi ənfusihim dunahu fi a'yunihim. Əleyhissalam müttəqin xütbəsində deyir həmmama. Deyir həmmam. Təqvalı insanın bir xüsusiyyəti də budur. O Allahı hər şeydən böyük görər. Allahu Əkbərdir o. Əgər sən Allahı daha böyük görsəydin, danışığa fikir verərdin. Sən atavın yanında hər şey danışırsan. Sən bir hörmət etdiyin şəxsin yanında hər şey danışırsan. Niyə bər Allah səni görür, Allah sənə nəzarət edir, ağzından nalayiq söz çıxır. Ya boş-boş çox danışırsan. Mən indi sizə deyim, bir çox və mənasız danışıqlarımız vardır. Görürsən, sözü yaxşıdır, amma çox danışır. Çox danışmaq eyibdir. İmam Əleyhissalam buyurur, mən kəmulə əqluhu nəqsa kəlamuh. Hər kəsin ağlı kamil olsa, danışığı azalar. Bəzən çox danışırıq, adam görür. Bəzən yersiz danışırıq. Yəni, onun yeri deyil. Ya onun əhli deyil. İmam Əleyhissalam buyurur, Əl-kəlamu kəddəva, qaliluhu nafi' və kəsiruhu qatil. Danışıq deyir, dərmana bənzəyir. Onun çoxu öldürücü, azı isə faydalıdır. Nə olsun bu dərmandır? Sən onu normadan çox içsən, özə ziyan vura bilərsən. Səni öldürə bilər. Hansı şu dərmandır? Möminin əlamətlərindən biri budur ki, danışığına fikir verər. Çox danışmaz. Yersiz danışmaz. Böyü var. Həkimin yanında da danışırıq. Bəzən həkimə də məsləhət veririk. Alimə də məsləhət veririk. Ustaya da məsləhət veririk. Sosial şəbəkələrə baxıram mən. Görürəm ki, əvvəl çoxu həkim idi. İndi hamısı siyasətçi olub. Hərbi ekspert olublar. Elə nəzərlər verirlər. Özü də o qədər də möhkəm mövqe tutur, deyir, əgər mən fikrimi təsdiqləməsən, dediyimi deməsən, sən səhvsən. Sən düz yolda deyilsən. Bir, danışıqlarımıza fikir verək. Bunu Peyğəmbər deyir, Allahı tanıyan, Allah danışığına fikir verər. Bu dil bizi cənnətə də apara bilər, cəhənnəmə də apara bilər. Dillə qeybət də edə bilərik, Allahın şəninə tərif də deyə bilərik. Dillə insanlar arasında sülh də yarada bilərik. Nifaq toxumu da əkə bilərik. Dillə kiminsə abrını bərpa edə bilərik. Abrını da apara bilərik. Dillə dava da sala bilərik. Dostluq da yarada bilərik.
Dillə biz insanları hidayət də edə bilərik, azğınlığa da sala bilərik. Çaşdıra da bilərik. Dillə insanlara ümid də verə bilərik, ümidsiz də edə bilərik. Mənasız danışırlar. Mən sizə deyim, təcrübəmdən deyirəm. Bu ayələri, hədisləri oxuyandan sonra insan daha da bu ayələrin məzmununu anlayır, həyatı başa düşür. Çox danışmaq böyük problemdir. Çalışın, az danışın. Çalışın, gördüklərinizin çoxunu danışmayın. Çox düşünün. Hədislərdə keçir, deyir, möminin sükutu hikmətli olar. Danışığı isə məntiqli olar. Mömin sakit durubsa onun bir hikməti var. Danışırsa bir məntiqi var. Baxırsa bir ibrəti var. İbrət alacaq. Ayələri mən oxumuram. Mənasız danışmaq vəllədinəhum anil-ləğvi mu'ridun. Quran deyir, möminlər mənasız işlərdən uzaq olarlar. Təkcə danışıq yox. Mənasız işlər. Boş-boş vaxtın keçirməz. Mənasız danışmaz. Mənasız söhbətləri dinləməz. Allah eləməsin, mömin əsassız danışmaz. Ya eyyuhəllədinə amenuttaqullaha və qulu qavlan sədidən. Möminlər, Allahdan təqva eləyin. Danışanda əsaslı danışın. Dəlillə danışın. Dəlilin, subutun yoxsa danışma. Onu da deyirəm, onda şərti var. Əgər yeri varsa, əgər lazımdırsa danış. Danışırsansa gərək dəlil, subutla danışasan. Qavlən sədidən, yəni sənin sözün sədd olsun. Da o sözü aşıb keçmək olmaz. Ya eyyuhəllədinə amanı, in ca'akum fasiqun binəbəyin fətəbəyyənu. Möminlər, sizə fasıq xəbər gətirdi, araşdırın. Sən özü əsassız danışma. Bir fasıq da sənə xəbər gətirirsə, onu da araşdırın. Allahım, mömin xəbər gətirsə araşdırmayayım, onu da araşdır. Fasıq bilə-bilə yalan danışar. Fasıq bilə-bilə yalan məlumatı sənə ötürər, mömin isə bilmədən deyər onu. Ona görə onu da araşdır yine. Bizim dinimiz məntiqli dindir, ağıl dinidir. Biz Həzrət Əlinin şəhənindən danışırıq, Əhl-i-Beytdən danışırıq. Əhl-i-Beyt bu yolu keçib. Əgər şəhid kimi yaşamasaq, şəhid kimi ölə bilmərik. Əgər düzgün yaşamasaq, düzgün ölə bilmərik. Heç bir insan bir gündə, 5 gündə Hitler olmur. Heç bir insan da bir gündə, bir ayda Seyyid Əli Xamni olmur. O bir ömür yaşayıb, bir ömür özünə diqqət edib, özünü islah edib, o gəlib o məqama yüksəlib. Hitlerdə, Səddam da bir gündə Səddam olmayıb. Netanyahu da bir gündə Şeytanyahu olmayıb. Və Səddama da lənət düşür. Allah hamısına lənət eləsin. Salvat çekirin Peyğəmbər və aleyhi. Birinci, Peyğəmbərimiz buyurur ki, hər kəs Allahı tanısa öz danışığına fikir verər. Sonra deyir, öz yediyinə diqqət eləyər. Yediyinə, batnahu minəl haram. Mən sizə deyim ki, Əhl-i Beytlə düşmən olanların ya nütvəsi napakdır, ya da qidası haramdır. İki haldan xaric deyil. Əhl-i Beytlə düşmən olanlardan söhbət gedir. Bir tərəflərdən, xəbərsizlərdən, onlardan söhbət gedmir. Onlar ki, düşmənçilik aparırlar. Görürsünüz də, çıxıb sosial şəbəkələrdə gecə gündüzünü sərf edib, hey, Əhl-i Beytə qarşı, Qurana qarşı, İslam'a qarşı şübhə yaratsın.
bunun nütfəsində, ya çörəyində, ya da hər ikisində haramlıq vardır. Ya eyyuhər rusul kulu minət-tayyibati və əməlu salihə. Salih əməl etmək istəyirsən, yaxşı işlər görmək istəyirsən, gərək halal yeyəsən. Allah Peyğəmbərimizə deyir, Peyğəmbərlərə, Allah öz elçilərinə. Əli əleyhissalam buyurur ki, bu dolayısı möminlərədir. Bu müraciət möminlərədir. Ey rəsullarım, halal yiyin ki, halal işlər görəsiniz, yaxşı işlər görəsiniz. Əgər sən halal yeməsən, sənin üçün haramla haramın fərqi yoxdursa, niyə sənin üçün Həzrəti Əli ilə Muaviyə arasında fərq olsun ki? Sənin üçün çörəyində fərq yoxdur. Əgər sən oğruya da köməyin sənin üçün heç fərqi olmaz. Necə Allah deyir ki, ey əyyuhəllezîne âmenû ittaqullah və qulu qavlan sədîdən. Ey möminlər, Allahdan təqva edin, doğru danışın, əsaslı danışın. Eyni zamanda deyir, ey əyyuhəllezîne âmenû ittaqullah və qulu məs-sadiqin. Allahdan təqva edin, doğrularla olun. Doğrularla. Doğru ilə olmaq üçün, yaxşı işlər görmək üçün insanın gərəyi həm danışığı düzgün ola, həm də qidası halal ola. Kərbalada İmam Hüseyin ağa nə dedi? Dedi, siz məni dinləyə bilməzsiniz, sözümə qulaq asa bilməzsiniz, çünki qarınlarınız haramla doludur. İmam Sadiq ağa buyurur, İzə aradə əhadukum ən yüstəcəbə ləhu fəlyutayyib kəsbəhu. Əgər istəyirsinizsə dualarınız müstəcab olsun, dedik duanın müstəcab olmaq üçün gərək Allah, insanın mərifətullahı ola, Allaha yaxşı tanıya. Şərtlərdən biri də budur, dir ən fəlyutayyib kəsbə, gərək kəsbin, sənin qazandığın halal olsun, pak olsun. وَلْيَخْرُجْ مِنْ مَظَالِمِ النَّاسِ. Məzlumlar, sənin üzərində məzlumların haqqı olmasın. İstəyirsən dua müstəcab olsun. Və innallaha la yurfa'u ilayhi du'a'u 'abdin və fi batnihi haramun. Kimin bətnindədir, qarnında haram varsa, onun duası Allahın dərgahına qalxmaz. Aw 'indahu mallamatun li ahadin min xalqi. Ya da Allah eləməsin, hər hansı bir insanın haqqı üzərində vardır. Hər hansı bir insana zülm eləyibsən. Allahı tanıyan insan qidasına fikir verər. Allahı tanıyan insan danışığına fikir verər. Əbu Əsvəd Dueli Əli əleyhissalamın şiələrindən və sevdiyi möminlərdən biri idi. Əli əleyhissalam haqqında şeir yazıb, şair idi, ədib idi. Əli əleyhissalam buna ərəb qrammatikasını öyrətdi. Bilirsiniz, şeytan da həmişə yaxşı insanları axtarır. Şeytanın pis insanlarla işi yoxdur. Onları ovlayıb, onlar özü şeytana sarı qaydırlar. Bu Muaviyə də minəl cinnəti və nas idi də, bu insanlardan olan şeytan idi. İstəyirdi Əbu Əsvəd Duelini aldada, öz tərəfinə çəkər. Ona bir hədiyyə göndərdi. Hədiyyə yemək olur, indi bir pay göndərdi. Əbu Əsvəd Dueli götürdü, onu qoydu qırağa. Uşaq gəldi, bilmədi, bundan götürə yiyə. Dedi, qoy yerə qızım, qoy yerə. Onu yemək olmaz, o zəhərdir, adamın imanını yandırar. Bilirsiniz də, dövrün xəlifələri keçmişdə indi də belə olub. Kimin nüfuzu varsa cəmiyyətdə çalışırlar onu ovlayalar ki, digərlərini də idarə eləsinlər onunla. Bu, Məhdi İbn Mənsur şəriki bir gün evinə qonaq çağırdı. Dedi, mənim sənə 3 təklifim var. İndi xəlifədir də bu qazini çağırıb yanına, istəyir onu özünə tərəf çəksin. Dedi, mənim 3 təklifim var.
Təkliflərdən birini qəbul elə. Dedi, buyur, nədir təklifin? Dedi, birinci təklifim budur ki, mənim qazim ol ki, mənim sarayımda, dövlətimdə hakimlik elə. Dedi, mən bunu qəbul edə bilmərəm. Çox çək-çevir elədi. Bununla çənəboğaz oldu ki, qaziliyi qəbul eyləsin. Şərik ibn Abdullah qəbul etmədi. Dedi, ikinci təklifimi qəbul elə. Dedi, ikinci təklifim nədir? Dedi, mənim uşaqlarımın xüsusi müəllimi ol günə. Mənim uşaqlarıma dərs ver günə. Bilirsiniz də, keçmişdə bu adət olub. Şahlar, hökmranlar öz saraylarında uşaqlarına xüsusi müəllim tuturdular. İndi də var, indi biraz müasir şəkildə. Dedi, bunu da qəbul edə bilmərəm. Dedi, onda üçüncü təklifim var, onu heç olmasa qəbul elə. Dedi, təklifin nədir? Dedi, oturaq bir süfrədə bir çörək yiyək. Mənim qonağım olsun. Tarix yazır. Şərik ibn Abdullah bununla razılaşdı. Oturdu xəlifə ilə bir dəfə çörək yedi. Ondan sonra o verilən iki təklifi də qəbul etdi. Həm xəlifənin qazisi oldu, həm də onun uşaqlarının xüsusi müəllimi. Bəli. İmam Hüseyin ağanın çörəyində yesən, səni azdırmaq çətin olacaq. Zalimin çörəyində yesən, səni hidayət etmək çətin olacaqdır. Bu çörəyin, bu qidanın insana təsiri vardır. Mən sizə tarixdən çoxlu nümunələr göstərə bilərəm. Haram tikə necə insanın dinini, əqidəsini insanın əlindən alır. Bəhlul Danəndə haqqında eşidibsiniz də. Harun Ər-Rəşid dövründə olurdu. Danəndə, yəni ki, elmli, bilikli, ağıllı, nadan deyirlər. Nadan, yəni bilməyən, ağılsız, cahil. Yemək yirdi, yeməyin bir hissəsini ayırdı, indi şahdır da, bu da xəlifədir. Bir imperiyanın başında oturub. Onun sürəsi bizim sürəmiz kimi olmaz ki, onun sürəsi Həzrət Əlinin sürəsi kimi olmaz. Yemək ayırdıq, dedi bunu aparın verin Bəhlul Danəndəyə. Gətirdilər, Bəhlul Danəndə gördü ki, Harun Ər-Rəşid buna yemək göndərib. Bildi nə üçün göndərib? Danəndədir, bu ağıllı insandır. Dedi, apar qoy itin qabağına. Dedi, nə danışırsan? Sən xəlifənin göndərdiyi bu yeməyi itin qabağına qoyursan, bu nə hörmətsizlikdir? Dedi, qışqırma. Dedi, niyə? İt eşidər, o da yeməz. Gör, necə kişilər olub, necə şəxsiyyətlər olub. İndi özümüzü bir müqayisə eləyək də. İndi bu öz dövrümüzü. Xəlifə mənim üçün yemək göndərib, onu Allahın ən yaxın bəndəsi kimi tanıtdırarıq. Deyər, o böyük bir şəxsiyyətdir. Gör, nə qədər bu məzlumlara ürək yandırır. Bəli. Mərhum Şeyx Əbdülhüseyn Xansari deyir, bizim yaşadığımız dövrdə bir tacir var idi, bazarda ticarətlə məşğul idi. Uzun müddət bu ticarətlə məşğul idi, mən də onu tanıyırdım, o da məni tanıyırdı. Bir gün eşitdi ki, xəstələnib. Bütün həkimləri, təbibləri töküblər, bunun xəstəliyinə bir müalicə tapa bilmirlər. Həkimlər deyir ki, biz bilmirik bunun dərdi nədir. Bir də şeyx deyir, eşitdi ki, bu bütün nə qazanıbsa satır.
Şeyx deyir, gəldim yanına, dedim ki, sən nədir bütün bu qazandıqlarını satırsan? Sənin bu xəstəliyin müalicəsi də yoxdur, bütün bu əmlakını da, var dövlətin hamısını da satırsan, o uşağın var, ailəm var. Deyir, mənə dedi, mən bilirəm bu zərbəni hardan yemişəm. Bu zərbə hardan mənə dəyib? Hardan dəyib bu zərbəsinə? Deyir, bir müddət bu yaşadığımız vilayətdə bir xəstəlik yayıldı. Həkimlər dedi ki, insanların limon suyuna ehtiyacı var. Deyir, limon və onun suyu bahalaşdı. Çox bahalaşdı. Mən deyir, limon suyu hazırlayırdım, o vaxtı satırdım. Ona su qatıb satırdım. Və ondan sonra varlandım. Bu bəlanı Allah mənə düçar eləyib, bilirəm zərbə oradan mənə dəyir. Nə almışam o pulla, onlar hamısını satıram ki, Allah mən verirəm, qaytarıram. Qaytarıram. Haram qidanın insan üzərində bu təsiri vardır. Salavat zikri, Peyğəmbər və Ali Peyğəmbər. Mərifətullahın ikinci əlaməti budur. Peyğəmbərimiz buyurur, hər kəs Allahı tanımış olsa, o qidasına fikir verir. Hər şey yeməz. Onun yediyi nə haram olar, nə də şübhəli. Bu mərifətullahın əlamətidir. Mərifətullahın digər bir əlaməti, digər bir şərti, daha doğrusu şərti, insanın özünü tanımasıdır. Mən arafa nəfsəhu fəqəd arafa rabbah. Hər kəs özünü tanısa Allahını tanıyar. Əgər yorğunsunuzsa, mən istəyirəm, söhbəti burada dayandıra bilərəm. Yox, əgər yorulmayıbsınızsa, mən davam edeyim. Bu mövzu da bir 10-15 dəqiqə vaxt tutacaq. Yorulmayıbsınızsa, ucadan bir salavat zikr edin. Allahümmə səlli əla Muhammed və Ali Muhammed. Bəli, görsənir ki, hələ yorulmayıbsınız. Baxın, Peyğəmbərimiz deyir, əgər insan özünü tanısa, Allahını tanıyar. Özünü tanımaq nə? Gərək bir bu barədə geniş və ətraflı olaraq mən sizə deyim ki, özümüzü tanımaq deyəndə bizim bir fitrətimiz var. Bir də nəfsimiz var. Fitri istəklərimiz var. Bir də nəfsani istək və həvəslərimiz var. Bizim fitrətimizin əsas təməlində, mərkəzində duran bizim vicdanımızdır. Vicdan narahatdır, ha. Bütün insanlarda belədir. Allah Quranda deyir, Fitratallah fəaqim vechəkə lid-dini hanifən fitratallahi'llati fataran-nasa aleyha la təbdilə li xalqillah. Rum surəsinin 30-cu ayəsində buyurur ki, sən üzvü hənif dinə sarı tut. Yəni təhrif olunmamış dinə sarı tut. Təhrif olunmamış dini axtarın. Fitratallahi'llati fataran-nasa aleyha. Çünki Allah fitrəti ona uyğun yaradıb. O dini də fitrətə uyğun göndərib. O fitrətin tərkib hissəsində və fitrətimizin mərkəzində bizim vicdanımız durur. Sən ona vicdan deyə bilərsən. Quran ona deyir, qınyan nəfs. La uqsimu biyevmil qiyamə və la uqsimu bin nəfsil ləvvamə. And olsun qiyamət gününə və and olsun qınyan nəfsə. Niyə Allah bu ikisini yanaşı qoyub and içir? Qiyamət günü deyəndə qiyamət məhkəməsi nəzərdə tutulur. Qiyamət günü nə? Qiyamət günündə zalimlar mühakimə olunacaq. Bütün insanlar hesab kitab verəcəklər. İlahi, aleyhisselam nəhcələr, keyfə əsvələd dünya və fi halalihə hesabun və fi haramiha iqabun. Allahım, necə bu dünyanı vəsf eləyim? Bunun halalında hesab kitab var, haramında cəza var.
Halalın da hesab kitabını verəcək. And olsun deyir o məhkəmə gününə və and olsun özündə, o daxilində olan o məhkəməvə, səni mühakimə edən o vicdanı var. Sənin məhkəmən var, o məhkəmənin nümayəndəsidir. Görürsən, necə səni mühakimə eləyir? Deyir, səhv elədin, qələt elədin, düz eləmədin. Mən sizə bu misalı çəkmişəm. Demişəm ki, Amerikanın pilotları ki, Yaponiyanın üstünə o bombanı atdılar, axırda gedib özlərini asdılar. Nə qədər Amerika rəsmiləri onları təltif etdilər, qəbul etdilər, onlara rütbə verdilər, nə etdilər? Xeyri olmadı. Onlar yazdıqları məktubunda deyir ki, onların verdiyi o pullar, o vəzifələr, o hədiyyələr bizim vicdanımızı sakitləşdirə bilmədi. Biz o insanları, o günahsız cəmaatı ki qırdıq, o od ki onları yandırıb, o oddan daha çox bizim daxilimiz bizi yandırır. Heç bir hədiyyə, pul, məqam onu sustura bilmir, onu söndürə bilmir. Onlar özlərini asırlar, özünə qəsd eləyirlər. Niyə? Məhkəmə var can daxilində. Fitrət budur, məhkəməvi tanı, vicdanıvı tanı. Allah deyir, özünü tanısan Allah'ı tanırsın. Allah'ın nümayəndəsidir o. Allah'ın səfiridir sənin canında, varlığında. Fitri istəklər var, bir də nəfsani həvəslər. Fitri istəklərin iki xüsusiyyəti var. Bir ümumi bəşəridir, bir də dəyişməzdir. Ədalət. Ədalət ümumi bəşəri bir dəyərdir və dəyişməzdir. Hətta zalim insanda. Mən bunu dəfələrlə demişəm. Məsələn, bir kinoya baxırsa, orada bir zalim var, bir məzlum var. O zalim məzluma zülm eləyir. Bu insan özü zalimdir həyatda. O kinoya baxır, deyir bu məzlum utsun, bu məzlum qələbə çalsın, bu zalim uduzsun. Özü həyatda zalimdir. Daxilində var. Allah bunu həkk eləyib fitrətə. Ədalət hissi dəyişməzdir və umumbəşəridir. Fitrinin dəyərləri həm dəyişməzdir, həm də umumbəşəridir. Mən sizə sadalayım. Şücaət hissi umumbəşəridir və dəyişməzdir. Şücaətli insanı bütün insanlar sevir. Ayətullah Cavad Amili, Allah onu hifz eləsin, təfsir dərsində deyərdi, bu dəyərlər beynəlxalq dəyərlərdir. Şücaət dilini bütün dünya başa düşür. Əli əleyhissalam Əbdəvudla döyüşdə şücaət göstərir. Misilsiz bir şücaət göstərir. Sən ərəb dilini başa düşməsən də o səhnəni görmüş olsaydın qıraqdan, kifayətdir sənə. Başa düşmək, ərəb dilini başa düşmək, fars dilini bilmək orada şərt deyil. Bu umumbəşəri bir dildir. Ədalət dili. Şücaət dili, səxavət dili. Sən qıraqdan baxırsan bir İngilis səxavət göstərir. Səndə o sevgi yaradacaq, məhəbbət yaradacaq. Səxavətli insanı bütün insanlar sevirlər. Fitridir. İxlas. İxlaslı insanı insanlar sevirlər. Bir Vəhhabi var idi. Öz otaq yoldaşına çörək verməmişdi, soğan üstündə dava eləmişdi. Oradakı böyüklərdən biri mənə deyirdi, hacı, bunun namazında problem var. Deyir, nəsə, bizi görəndə başqa cür namaz qılır, tək olanda ayrı cür qılır. Bilmir də ixlas nədir. Deyirəm, nə olsun? Deyir, yox, belə olmamalıdır axı. Deyə bilmir ki, bu ixlasla qılmalıdır, bu təkcə Allah qılmalıdır. Bu insan olsun, olmasın, bu fərq qoymamalıdır. Umumbəşəridir. Allah belə yaradıb bizi, o dəyişməzdir. Mərdlik, yaxşılığa yaxşılıq hər kişinin işidir. Yamanlığa yaxşılıq nər kişinin işidir. Bu bizim atalar məsələdir, hə?
Yaxşılığa yaxşılıq eləyirsən, bu mərd işinin işidir. Amma kişi ona deyir, yamanlığa yaxşılıq eləyir. Bunlar fitri bir şeylərdir. Din olsun, din olmasın. Bu bütün bəşərin bir dəyəridir. Sən get Amerikada, Avropada, Afrikada, dünyanın belə geri qalmış bir yerdə get bir mərdlik göstər, bir səxavət göstər, insanların sənə hörməti olacaq. Simpatiyası olacaq. Çünki bu bəşəridir. Amma nəfsin istəkləri, mən ayələri oxumuram fitri barəsində. Habbaba ileykum və lakinnallah habbaba ileykumul iman və zeyyənehu fi qulubikum. Allah bunu sizin üçün məhbub edib. Siz fitrətən ədaləti sevirsiniz. Fitrətən şücaəti sevirsiniz. O da imam dedi, Allah bizə 6 xüsusiyyət verib. Elm əhlini insanlar sevirlər. Biri savadlıdır, bəli, indi bir xaindir, nəfsini islah eləmir, ondan işimiz yoxdur. Amma onun fitrəti də istəyir. Elm əhlini, elmi istəyir. Elm, İmam Səccad ağa buyurdu, bizim 6 xüsusiyyətimiz var. Helm, səxavət, fəsahət, şücaət, bir də möminlərin qəlbində olan bizə qarşı sevgi, məhəbbət. Bu 6 xüsusiyyət Allah bizə verib. Necə onlar məhbub olmasınlar? Necə insanlar onları sevməsinlər? لَوْ عَرِفَ النَّاسُ مَحَاسِنَ كَلَامِنَا لَتَّبِعُونَ. Ona görə imam buyurur, əgər insanlar bizi tanısalar, bizə tabi olarlar. Amma nəfsin istəkləri nədir? Nəfsin istəyi. Nəfs, təmakarlıq. Tamakar insanı kim sevə bilər? Bu nəfsdir, bax. Tamakar insanın özü də sevmir. Yəni, sən bir kino çəkəsən, bir film çəkəsən, bu insanın həyat tərzini, o həyatını orada nümayiş eləyəsən, o bilməsə ki, onun həyatıdır, onu nifrət eləyər, bunda pis adamdır. Sonra desən, sən özünsən, bu həyatda səni biz kinoya çəkmiş, o obraz. Tamakar insan heç kim sevmir. Xəsis insanı heç kim sevmir. O, səxavətli insan hamı tərəfindən sevirlər. Səxavət ümumi bəşəri bir dəyərdir. Amma xəsislik elə bir xəstəlikdir ki, elə bir mənfi bir xüsusiyyətdir ki, insan özü də onu sevmir. Mən görmüşəm, xəsis insandır. Ona qarşı xəsislik eləyirlər, narahat olur. Deyirəm, niyə narahat olsan? Sən ondan 5 qat xəsissən. Sən niyə narahatsan? Zillət, əyilmək. Yəni, fərq etmir müsəlmandır ya qeyri-müsəlmandır. Görsə, biri əyilir, yaltaqlıq eləyir, şəxsədin alçaldır, acıq yələr insanın ondan. Amma biri mərdlik göstərir, istəyər onun yanında olsun, istəyər onunla tanış olsun, onunla bir dost olsun. Düzdür, indi su axar çuxurun tapar, indi zəlinin yanına gedər. Ona görədir ki, görür ki, bunun yaxşının yanında qiyməti yoxdur, ona görə gedir. Əgər onun yaxşının yanında qiyməti olsa, o gələr bu tərəfə. O demək deyil, onu sevir, ora gedir. Yox, sevmir onu. Məcburdur, hara getsin? Peyğəmbərimiz nə dedi? Dedi, kim özünü tanısa, Allahını tanıyar. Sən əgər nəfsinin yox, fitrətvin yolu ilə gedərsənsə, səndə fitrət hakim olarsa, fitri dəyərləri öz varlıq məmləkətində hakim edərsənsə, sən Allahı tanıyarsan. Ona görə də mən dostlara cümə xütbələrində demişəm, deyirəm, mən deyirlər, mən beləyəm, mən belə. Sən mən deyəndə kimi nəzərdə tutsan? Fitri istəklərini nəzərdə tutursan, yoxsa nəfsani istəklərini? Kimsənsən? Quran bunu 2 hissəyə bölür. Deyir, وَمَا كَانَ اللّٰهُ لِيَظْلِمَهُمْ وَلَكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ. Biz onlara zülm eləmədik. Onlar özlərinə zülm elədilər. Sualdır. Demək, insanın içində bir zalim var, bir də məzlum. İndi sən kimi məzlum eləyibsən? Fitrətli məzlum eləyibsən? Yoxsa nəfsivi? Buna məzlum demərik biz. Ona deyirik, şansını nəzarətdə saxlayırsan.
Sən əgər Allahın dediyini etməsən, özünü məzlum eləyibsən. Mən deyirsən, ha, o mən hansı istəkləri ifadə edir? Mən deyəndə fitrətvi nəzərdə tutursan, yoxsa nəfsivi? Dünən əsəbləşmişdin, dava saldın, birini döydün, üzr istəyirəm, birini söydün, əsəbləşmişdin də. Bugün oturubsan, fikirləşirsən ki, mən nə elədim, niyə belə elədim, peşman olubsan. Niyə peşman olursan? İnsan niyə peşman olur? Bilirsiniz niyə? Deyir, axı mən o deyiləm. O hərəkətlər məndən baş verməməlidir. Məni şeytan azdırdı, mən o hərəkətləri elədim. Çünki sənin fitrətin var axı. Deyirsən, yox, mən nəfsimin nümayəndəsi olmaq istəmirdim. Mən fitrətimin nümayəndəsi olmaq istəyirdim. Məni şeytan azdırdı. Mən düşdüm nəfsimin təsirinə, o cür özümü göstərdim. Mən istəmirəm elə görünüm. Mən elə tanınmaq istəmirəm. Mən o insan deyiləm. Havay olsun o insanın aqibətinə ki, əleyhissalam deyir, zərəul fucur və səqavuhul qurur və həsədul thubur. Deyir, günah əkdilər, xəyanəti əkdilər. İndi səhvi eləyibsən, yaxşı oğlan çəkilər dalı. Deyir, və səqavuhul qurur. Bəzilərində məğrurluq var. Yox, mən deyim, səhv eləmişəm, mən deyim, xəta eləmişəm. Onu təkəbbürlə deyir, suluyur. Məğrurluqla onu suluyur. O daha da böyüyür. Sonra nə biçəcək bilirsən? O tarladan bilirsiniz nə biçəcək? Və həsədü thubur, ancaq bədbəxtlik biçəcəkdir. O həlakət deyir, biçəcəkdir. Səhv eləyibsən, ağıllı, imanlı insan deyir ki, Allah səhv eləmişəm. Əş-şeytan ya'idukumul faqr və ya'murukum bil fəhşa. Şeytan deyir ki, get qabağa. Allah səni bağışlamaz. Amma mömin deyir, mən səhv eləmişəm. Bu hərəkətlər mənə yaraşmır. Mən adam görmüşəm, üzr istəyirəm, mən bunu deyim, fikrimi bitirim. İndi dünən bir mundar suyu içib, hansısa bir hərəkətləri eləyib, bugün oturub, indi özünə gəlib deyir ki, mən dünən nə eləyirdim? Soruşur o birisindən. O da deyir, belə eləyirdim, başlayır başına vurmağa ki, mən nə qələtlər eləmişəm, öz abrımı aparmışam ki. Başa düşür ki, o özünün nümayəndəsi olmayıb, o şeytanın nümayəndəsi olub, o nəfsin nümayəndəsi olub orada. Biz mən deyəndə kim başa düşürük? Mən deyəndə sən fitrətin sözündə ilə. Mən deyəndə deyilən ki, mən fitrətin nümayəndəsiyəm. Onda demək üçün insan gərək fitri istəklərin tərəfdarı olur. Ədalətin, şücaətin, səmimiyyətin, sədaqətin, səmimiyyət, sədaqət, səxavət, şücaət, fəsahət, onun tərəfdarı ol cinan. O cür ol cinan ki, mən deyəndə sən olasan fitrətin nümayəndəsi, Allahın bəndəsi. Yoxsa sən mən deyəndə, mən deyirəm, yəni mən təkəbbürlü insanam, mən... Biri mənə dedi, orada xarabada olanda, dedi, biz çox pis adamıq, bizə demək istəyir ki, yəni bizim əlimizdən hər şey gələr, Dedim, çox yaxşı, çox yaxşı, sən özün deyirsən kimin nümayəndəsisən. Deyir, biz çox, mən o sözləri demirəm, çox pis adamıq. Yəni əlimizdən hər şey gələr, fikirləşmir, nə eləmərik? Sən açıq deyirsən ki, mən nəfsimin, şeytanımın nümayəndəsiyəm. Peyğəmbərimiz deyir, kim özünü tanısa, Allahını tanıyar. Tanı özünü, fitrətini tanı. Kimsən sən, görərsən orada ədalət var, görərsən orada şücaət sevgisi var, görərsən səmimiyyət var, riyakarlığa nifrət var orada, namərdliyə nifrət var. Tanısan özünü, Allahı tanıyarsan. Allahını da tanısan, Allaha desən, Allah mənə ver, mənə kömək elə, qapını aç, Allah vaxtında atacaq. Allah vaxtında kömək eləyəcək, sənə nə məsləhətdirsə onu verər. Uşaq atadan hər şey istəyə bilər. Ata baxır, indi ona vermək olar ya yox. Ola bilsin, indi verməsin, sabah versin. Ola bilsin, sabah yox, gələn il versin. Ola bilsin, 5 ildən sonra versin. O baxır, sənin məsləhəti o bilir. Sən istə, Allah verəcəkdir. Ramazan ayıdır, Qədr gecəsidir, dua gecəsidir.
Bu gecədə Allahın ətəyindən yapışaq. Deyə Allahım, biz gəlmişik, nəfsimiz bizi aldadıb, səhvlər etmişik. Hamımızın səhvi var, xətamız var. Allah, bizim səhvlərimizi keç, dualarımızı qəbul eylə yinə. Aqibətimizi xeyirli eylə yinə. Allahım, sənə and verəm Əhl-i Beytin hörmətinə. Sənə and verirəm Qur'anın hörmətinə, aqibətimizi, axirətimizi xeyirli eylə ginən, imanımızı, ixlasımızı kamil eylə ginən, bu Ramazan ayını ömrümüzün sonuncu Ramazan ayı qərar vermə ginən, şəhid rəhbərimizi Kərbala şəhidləri ilə məşhur eylə ginən, zalimlara, Amerika, İsrailə qarşı vuruşan mücahid əskərləri qalib eylə ginən. Allahım, sənə and verirəm Əhl-i Beytin hörmətinə, divanda, İranda şəhid olanları Kərbala şəhidlərinə məşhur eylə ginə. Allahım, sənə and verəm İzzət və Cəlal və Əhl-i Beytin hörmətinə, dərgahva qalxan bu əlləri sinəmizə naümid qaytarma ginə. Allahım, bütün bu gələnlərin qəlbində hacətlər, istəklər vardır. Özün qəlblərdən agahsan, hacətlərini rəva eylə ginə. Müşküllərini həll eylə ginə. Ruzilərini halal bol eylə ginə. Aqibətlərini xeyirli eylə ginə. Xəstələrinə, xüsusilə nəzərdə olan xəstələrinə şəfa inayət eylə ginə. Allahım, həbsdə olan bacı qardaşlarımızı izzətlə, tezliklə azad eylə ginə. Allahım, sənə and verirəm İzzət və Cəlal və Əhl-i Beytin hörmətinə, alimlərimizi, müştehidlərimizi, din xadimlərimizi pənahında hifz eylə ginə. Allahım, sənə and verirəm İmam Zaman ağanın hörmətinə, Qur'anın hörmətinə, bu gecənin hörmətinə, yeni rəhbərimizi pənahında hifz eylə ginə. Onun əli ilə Amerika, İsrail üzərində qələbəni tamamla ginə. Allahım, sənə and verirəm İzzət və Cəlal və Əhl-i Beytin hörmətinə, Qur'anın hörmətinə, bu gecənin hörmətinə ağanın zuhurunu təcil eylə ginə. Vəssalamu aleykum və rəhmətullah.